Bakıxanov qəsəbəsinin mərkəzində. Teras Park yaşayış kompleksində 2 otaqdan 3 otağa düzəlmə mənzilimiz satışa çıxır. Dostlar, videonu sonadək izləyin. Çox maraqlı bir mənzillə qarşınızdayım. 12 mərtəbəli binanın 5-ci mərtəbəsində. Bu günləri sizin üçün 103 kvadrat metr sahəli tam təmirli mənzili təqdim etməyə gəlmişik. Dostlar, yandığım hissə mənzilin xol hissəsidir. Hardasa 15-16 kvadrat metr, belə geniş ölçülərə sahibdir. Xol hissəmiz istipolla təmin olunur. Evin təmiri yüksək səviyyədə şəxsi təmirdir, dəyərli izləyicilər. İlk öncə xoldan başladı. İndi yataq otaqlarımızı, qonaq otağımızı, bütün otaqları sizin üçün təqdim edəcəm. Xol hissədə belə bir qardırobumuz. İndi dəyərli izləyicilərim, qonaq otağını göstərək. Evin təmiri yüksək səviyyədədir, zövqlü təmirdir. Mənzil 103 kvadrat dediyim kimi, amma 4 otağa düzəlib. Hal-hazırda mənzil 4 otağa düzəlib. Belə bir geniş zalımız var. Döşəməsi gördüyünüz kimi bahalı laminat, parket stili keçmə laminatlardandır. Avoy seçimləri A, evin daxili hündürlüyü 3 metrədən artıqdır. Zalın, belə deyim də, zalın daxilindən dostlar, eyvana çıxış olub, zal açılıb, qatılıb, olduqca genişdir. Zalın daxilində dəyərli izləyicilərim, studiya, mətbəx yaradılır, belə, mətbəx mebeli yığılır, hal-hazırda zal studiyadır. Yəni zal, studiya hamısı bir yerdə 30-35 kvadrat metr ölçülərə sahib olan geniş belə otağımız var. İndi növbəti otaqları göstərəcəm. Bura mənzilimizin yataq otağı. Mənzilin yataq otağı da 20-25 kvadrat metr belə geniş ölçülərə sahibdir. Buradan yataq otağının daxilindən heyvana çıxışı var. 9 metrəlik heyvan hissəmiz var, ben göstərək. Bunun heyvan hissəsi dostlar öz məhəlləsinə baxır, çox gözəl məhəlləsi var. Kombi sistemi də heyvanda quraşdırılır. Qazı, işığı, suyu daimidir, stili sistemi kombidir. Sənədlər tam qaydasındadır. İndi sanuzaya sanitar qovşağımızı göstərəcəm, dəyərli izləyicilər. Burada da aksesuarlar quraşdırılıb, hazır yaşayış evi. Kim alsa, Allah xeyir versin, girib, meyvələrini yığıb yaşaya bilər. Burada mənzilin əslində bir otaq olub, ev sahibi 2 otağa düzəldib, aranı plastiklə kəsib, 2 dənə uşaq yataq otağı edib. 4-də düzəlmə olan hissəsidir, dediyim kimi bir otaqdır, geniş hardasa 25 kvadrat metr ölçüyə sahib olan otaqdır. Oranı da ev sahibi ortadan bölüb 2 otaq eləyib. Buranı artıq göstərmişəm dəyərli izləyicilərim. Eyvan hissəsidir, hər iki yataq otağına eyvan düşür. Hər iki yataq otağının eyvanı məhəlləsinə baxır. Dostlar, mənzilin qiyməti haqqında məlumat verəcəm. Olduqca maraqlı bir qiymətdir. Əşyalar, belə deyim də, mətbəx mebeli qalacaq. Girişdə olan bu şkafımız qalır, qalan bütün əşyalar çıxır. Mənzilin qiyməti 265.000 manatla satışa çıxır. Real alıcı olarsa ev sahibi tərəfdən cüzə indirim alınacaq. Sənədlər tam qaydasındadır. Qubça, texpasport. Mənzilimiz ipotekaya da yarayır. Bina, yəni düz marşrut xəttinin üstündə yerləşir. 252 nömrəli məktəb, böyük ticarət obyektləri, Bakıxanov ticarət mərkəzi, Aygün Mall ticarət mərkəzi hamısı evin lap yaxın ətrafında yerləşir. Dəyərli izləyicilərim, mənzilin qiyməti 265.000 manat. Allah xeyir versin. Səhifəmizi izləyin, kanalımıza abunə olmağı da unutmayın. Sağ olun, var olun.